Salam əziz dostlar, salam YouTube dostlarım. Hər birinizi buradan qucaq dolusu salamlayıram. Bugün sizə video çəkmək istəyirəm. Bu gözəl güllərimi sizə göstərim. Olduğu qədərilə, ya Allah şükür. Olduğu qədərilə belə çəkmək istədim. Biraz güllərimiz istedi deyə hava açmağı biraz, əsasən də geranların açmağı biraz elə bir zəiflikdir, amma vəziyyətləri yaxşıdır. Bir 2 gündür ki, belə sərinlik keçir. Bura bəzi güllərimi belə gətirib yığmışam. Bu sarı olan kitayskındır. Belə görürsünüz ki, bol düymələri var. Bunları qızlar mən nə elədim? Mənim bu kitayski rozalarım təmiz xarab olmuşdu. Demək olar ki, çiçək açmırdı. Aylar öncə mən bunu bir dənə bitki dərmanları olan mağazaya getdim. Orada elə bir soruşdum. Orada mənə ağ nəsə torpaq altına verməyə kübrə verdilər, ağ rəhdə. Dedilər ki, elə bil güllərə də verə bilərsən. Mən əvvəl qorxdum verməyə. Dedim ki, birdən xarab olar. Amma qəşəng oldu da, xarab olmadı. Belə bu hissələrindən qoyun bunları qönçələrini də göstərim. Sabahlarım daha çox çiçək açacaq. İstədim sabah çəkəm videonu, amma bu günlərim bilmirəm niyəsə video çəkmək istədim. Bugünə saldım. Yolda da biraz səs-küy gəlir. İnşallah səsimi tam eşidərsiniz. Deməli, o yemləmədir, torpaq altından verilmə. Elə bitki dərmanları satılan yerlərdən soruşsanız deyəcəklər sizə. Bu hissəsindən, bax bu hissəsindən bıçaqla qazdım. Altına bir 6 dənəsini, 7 dənəsini elə bir torpağın altına qoyub üstünü təkrar örtdüm. İndi su verdikcə görürəm ki, o qədər qəşəngləşib. Belə həm tumurcuqları çoxalıbdı, həm də belə çiçəklənməyi də qəşəngdir. Bax görürsünüz ki, nə qəşəngdə olubdu. Böyük bir qocaman ağacı olubdu. Askıdakı olanım da bu belə. İstidən biraz hamısı bu yay bilirsiniz də mənim güllərim istidə hamısı günün qabağında çöldə bayırda oldu. Amma ona baxmayaraq belə qəşəngdilər. Bu kitayskım da artıq axşamda yığılar üzə. Amma ona baxmayaraq dedim qoy bunu kadra alım, belə qəşəng görükür. Geranlarımdan da belə çiçəkləyənləri çox idi. Qısa videolara tez-tez çəkib atıram. Hər biriniz oradan baxa bilərsiniz. Belə video çəkməyə amma vaxtım olmur. Çalışdığım qədərilə indi çəkmək istəyirəm. Və belə qəşəng açdılar. Bu da mənim hostamdır. Görürsünüz, hostamda artıq belə göstərim. Hostamda artıq tumurcuqdadır, belə açmağa çalışır. Bunları da dünən təmizləmişəm. Xeyli üstündə belə xarab olmuş çiçəkləri var idi. Hamısını qırdım, təmizlədim. Yarpaqlarıdır, belə olan xarab olanlarıdır. Və belə yenə görürsünüz ki, gün yandırır, biraz xarab eləyir. Bütün xarab olanların hamısını təmizləmişəm yarpaqlarında, amma yenə də görürsünüz ki, belə tez-tez çıxır. Hoş sözləriniz üçün çox təşəkkür edirəm əziz dostlarım. 1000 abunəni keçmişik artıq kanalımızda. Hər birinizə təşəkkür edirəm. Belə buradan da bu tikənlər dağcımında qabında əşəcəm. Bunu da qabın böyük vedralara, o kitayskının vedraları kimi vedralara əkəcəm. Bunu da çox qəşəngdir. Buradan da belə bu gül də mənə hədiyyə gəlibdi. Qırmızı açan cam gözəli. Biraz susuzdu, ona da su verəcəm çəkilişdən sonra. Geranlarım belədir də, az da olsa belə çiçəkləri var. Xarab olanları da var, nə bilim. Belə öləni olmadı, amma çiçəkləri biraz tez xarab oldu da. Bu da yuxarıda askıda olanlarımdır. Tək-tək bunlar da çiçəkləyir. Bu da belə cincilim gülü. Mən buna cincilim deyirəm. Belə cincilim gülü. Bu da görürsünüz nə qədər o yemləmə dedi də sən oğlan satan. Buna da vermişəm. Bax bu kənardakı elə bir torpağından belə qazıb içinə qoydum. Belə üstündə torpaqla örtdüm. Su verdikcə özü orada şey eləyir. Əriyir, güllər belə qəşəng. Görürsünüz nə qədər bol tumurcuqdadır. Mən əvvəllər bilirsiniz də sizə deyirdim ki, mən elə istifadə eləmirəm yemləmədən. Hamı inanmırdı, elə bilirdilər ki, səhv deyirəm. Amma kitayski rozalarıma, yəni geranlarıma yox. Kitayski rozalarıma vermişəm bir ay bundan qabaq. İnşallah ki,
siz də verərsiniz. Onda qəşəng çiçəkləyir. Ondan sonra mənim güllərim özünə gəldi demək olar ki. Ondan sonra belə qəşəng bir hala düşdü. Tumurcuğu da boldu, ancaq demək olar çiçəkləyir. Sabahki çiçəkləri daha çox olacaq. Bir də geranlarım yavaş-yavaş seyrəlir çiçəkləri. Bir ara çox açmışdı, indi yenə azalıbdı. İndi yəqin ki, yenə təkrar dincəlib bir də açar başlayıb. Bu da mənim bu rəhli olan gülümdür, dovşan qulağıdır, belə adı var. Rəngi xoşuma gəlir onun. Belə burada da yenə geranlarım, hamısı belə qəşəng. Belə çiçəkləyən də var, solan da var belə. Hamısı öz formasında, qaydasındadır belə qəşəng. Burada da qızlar, mənim gül yerim tamam xarab oldu. Bilirsiniz ki, hamısı ayaq altında qalmışdı. Keçən videomda da, bundan öncəki videoda demişdim. Yerdə qalanlarım belə oldu. Sonra mənə belə qırmızı açan xına gülü vermişdilər ştilindən. Bura elə bil ondan əkmişəm. Bir sıra belə evin önüdür bura. Bir sıra belə əkmişəm. Elə bil qəşək. Hələ ki çiçəkləməyib. Yəqin ki çiçəkləyər. Bir də bura mən ağ açan qərənfilimdir. Bu da qırmızı açan qərənfilimdir. Bunları da yerə köçürdüm qavdan. Yerə köçürdüm ki, qoy yerdə özlərini tutsunlar. Belə buralarda, bu da özündən bitən, indi nə vaxtsa toxumunu atmışam yəqin ki, özündən bitən şeydir bu, xoruz pipiyi. Bu da artıq başlayıbdır şeyləməyə, çiçəkləməyə. Burada bir dənə qalan mənim bu sarı kasımpatımdır. Bu görürsünüz ki, belə qəşəkdir, böyük, əzəmətli bir kasımpatıdır. Bu da belə, hələ ki işlərimiz hələ davam edir, amma qabaq günə baxan yerdən də biraz bekarlamışam. Biraz o tərəfdəkiləri sizə çəkim, belə görürsünüz ki, çox qəşəng böyük bir gülçülük olubdur. Təkrar bura torpaq daşıdım, tökdüm, yeri qazdım. Yeri ayaq altında çox bərk olmuşdu. Yeri qazdım, təmizlədim. Təkrar bir 10 vedradan çox bura torpaq tökmüşəm. Dirliyimizdən gətirib. Bir dənə bu xoruz pipikləri bura əkmişəm. Xoruz, nədir bu, xına güllərini əkmişəm bura. Burada başqa gülüm qalmadı ta indi. Görürsünüz ki, ağac güllərim də yeni-yeni pöhrəliyir, özünə gəlmək istəyir. Digər tərəfdəkiləri də göstərim. Buradan da qızlar, elə bilginən ki, burada geranım qaldı. Mənim burada bilirsiniz də, belə bir sıra yerdə gödək boy ağ qəşəng açan krizantemim var idi də. Mənim əvvəldən videolarımı izləyənlər bilir. Onları da söktüm, çıxartdım. Bir dənə rəhli olanları belə görürsünüz, hələ solğundur. Belə solğundur hələ. Hər axşam su verirəm ki, qoy bitsin. Bunları biraz arxaya çəkmişəm. Buradakı yekə güllərimi də indi ustamıza mane olanları qırıqdılar, nə bilim. Burada mənim qəşəng güllərim var idi. Belə, nə bilim, burada qalan bir dənə budur. Bu güllərimi buraya yığmışam. Hələ indi tam usta işlərimiz qutarsın. Ondan sonra bunlara bir dəfəlik bir düzən verəcəm ki, bir yerdə dursunlar. Bu mənim qırmızı gülüm. Bunun adı yadımdan bax çıxdı. Bu da digər olan dikenlər tacımdır. Onda qavı balacadır. Qavını dəyişməliyəm. Digər geranım. Bu da qırıldı. Yarısı qırıldı, düşdü. Nəsə üstünə düşdü, qırıldı. Yarısı qalanım da budur bu ət gülündən. Belə ora-bura o qədər yerlərə gül yığmışam ki, inanırsan bu yay mənim güllərim hamısı şey oldu da, demək olar xarab oldu, getdi. Bunlar da hamısı qəşəng açmışdı. İndi təzədən elə bir dincəlməyə keçdilər. İndi sonra yenə yəqin ki özlərini bərpa eləyəcəklər. Minə çiçəkləri yadıma düşdü. Bu da yenə bir minə çiçəyimdir. Bu yay güllərim mənim çox şey oldu da, xarab oldu. Bu da yenə biridir. Su verəcəm bunlara. Biraz arxaya çəkmişəm buranı. Boş saxlamışam. Bura belə stolpa ilə yer düzəltmişdim. Güllərim var idi orada bir sıra. Buranı belə elə bilginən ki pozduq da. Bura pozuldu. Belə sadə bir yer qaldı indi. Bura bir çəki düzən verəcəm, amma hava hələ bilmirəm. Bu da yenə digər olanımdır. Bu da yenə kartoş gülümdür. Bu da açır, solur, dincəlir, təkrar açır. Yəni vəfalı güldür. Çox vəfalı bir çiçəklərim.
Pəncərə önündəki geranlarım. Bunlar da dadımlıq çiçəkləri var. Belə dadımlıq çiçəklərdir. Bu da mənim nədir bu? Krizantemim. Bu da artıq açıq solur. Yenə təkrar çiçəkləri gəlir. Bu da Bodrum papatyası. Bunu özünüz bilirsiniz də. Mən zoğundan bitirmişdim, budağından bitirmişdim. Bunu da toxumundan bitirmişdim. Bir dənə də geran budağı, xoşuma gələnin birin budağını bura əkmişəm ki, inşallah bitər. Geran vəfalı güldür, həm də kaprissiz güldür geran. Ona görə geranı hər vaxt əksəniz olar. Yəni, ona problem yoxdur. Buradan da bu vedriyə əkdiyim hündürboy dəhliyəmdir. Belə vedrədə əkmişdim, bunu vaxtı yerdən çıxardığımda yarısını vedriyə əkmişdim. Qəşəng qalıbdı, belə çiçəkləyir elə ancaq. Bir, iki görürsən ki, hər rəng çiçəkləyir. Bu da mənim şeyimdir, nədir? Yadımdan yenə çıxdı. Bodrum gülümdür bu. Belə indi hələ başlayır çiçəkləməyə. Bunu budamışdım, qışda dərin budamışdım. Görürsünüz nə qədər xeyli elə bil yenə zoğluyub. Zoğu çoxdur. Belə görürsünüz nə boyda olub. Bunları topalayıb bir yerə bağlasam, qorxuram ki, onu xarab eləyərəm. Ona görə də heç əl vurmuram beqonvilimə. Elə belə də qalır orada qoymuşam onu da. Bu da burada yerdə olan, böyük boy olan krizantemimdir. Burada yerdə idi, bunu suda çıxartdı. Elə mən də götürdüm, belə bir qab var idi. Buna əkmişəm, belə bir böyük. Görürsünüz nə boydadır, məndən hündürdür. Belə bunu da bu qab əkmişəm. Burada da yenə o qabda olan dəhliyəmdandır. Belə buralarda belə toyuqlar, cücələr hamısı xarab elədi buranı. Keçən dəfə çəkmişdim, bura çox qəşəng idi. Amma bu səfər hündüşka balaları bunları elə yeyirdi ki, belə pis bir dənə zoğları qalıbdı. Bunlar da hələ aşmayıb. Aşmayıb bunlar hələ. Qırmızıya da dəymir, amma bu qızıl sancağa çox meyillidirlər. Onu yedilər. Bu asterlərdə bunlar da yavaş-yavaş artıq açmağa başlayır. Boylu olanlardır. Belə. Bu da bir digər özündən bitən. Bunların toxumunu yığmıram, özləri tökülür yerə. Yazda bir də çıxırlar. Belə gözəllərim. Bunlar da çox idi. Bunların da belə xarab olanları var. Xarabda olanları var. Nə bilim, biraz da hündüşkalar xarab elədi. Belə gözəllərim. Hamısı qəşəkdir. Gül həqiqətən də insanın ömrünü uzadan bir şeydir. Kimin qapısında, həyatında gülü varsa, həqiqətən çox şanslıdır. Gül çox gözəldir. Amma bu il məninkilər demək olar ki, yazıqlar öz umuduna qalıbdır da. Çalışdım, heç nə olmasın, amma birdən elə olur ki, çalışmaqla olmur da, elə xarab olur. Elə bu bir dəhliyən də buradadır. Buradan da özündən bitən simişka tomu var. Elə buradan çiçəkləyib. Arada su verirəm. Belə bilmirəm bunu mən əkmişəm, amma yox əkməmişəm. Bunu özündən bitib. Yəqin ki, haradasa düşübdü, indi çıxıb belə çiçəkləyir. Bunun da özünə məxsus gözəlliyi var. Bu da mənim yenə qırmızı olan belə gülüm. Bunun adını bilmirəm nədir. Buradan da krizantemlərim var. Bu narıncı olanım da, bu da özündən bitənlərdir. Belə həyətimizin müxtəlif yerlərində var. Bal arısıdır bu da. Buradakı güllərim də belə. Bu gözəlim də belə o qədər də zoğluyub ki, bu bəlkə də qurudu, xarab oldu, bilmirəm, amma qabı çox dardı buna. Bu yayda bütün günü açıb. Demək olar ki, çiçəksiz qalmayıbdı. Belə. Bu da qava əkmişəm bunu. Buradadır. Bunlar da yazdakı gözəllərimiz olacaq. Yaz boyunca da bunlara seyr eləyəcəyik. Bunlar da axşam səfaları. Bunlar hələ indində açılacaq.
Belə dostlar, yekunlaşım videonu yekunluyum. Hər birinizə xoş sözləriniz üçün təşəkkür edirəm. Baxdığınız, izlədiyiniz, bəyəndiyiniz üçün təşəkkürlər. Allah razı olsun. Həmişə inşallah yaxşı olarsınız hər biriniz. Mən də yaxşıyam. Görürəm ki, yazanlar, soruşanlar var. Hər birinizə təşəkkür edirəm. Var olasınız. İndi başladığım yerdən də videomu sonlandırım. Sağ ollaşaq inşallah. Yeni çiçəklərim olanda biraz vaxtım olduqca sizə də video çəkəcəm. Yəni indi çəkmək istədim ki, güllərimi soruşanlara, yəni güllərim indi bu haldadılar. İndi biraz usta işlərimiz yekunlaşsın. İnşallah mən də güllərimi öz yerlərinə qaydası ilə yığaram. Onda da bir də sizə video çəkərəm. Və belə təkrar gəldim bura. Hələlik dostlarım, Allah'a emanet olun.